15 istəyirdim. Axşam da gəldi 4 dənə şir atdı. Belə. Elə yola verdik də. Bu ilin 14 fevralını yola verdik getdi. Mən ona nə aldım deməyəcəm. Qızlar, bu bərəkət haqqı, əgər yalan deyirəmsə, bu çörək gözümü tutsun, heç vaxtı mən bu dünyanı görmək qismət olmaz. Sizə bu dünyanın ən xoşbəxt olmağını arzulayıram. Yaxşı qızlara, paxıllara yox. İnşallah bu paxıllardan, yaxşı yaşayanların həyatından Allah yaxşı qızların götürsün, oğurlasın, onların həyatına versin. Bu paxıllar da qalsın, yana. Həyatda qadınların xoşbəxt olmağı öz əllərindədir. Mən bunu 33 yaşımda dərk eləmişəm. Əgər bir insan həqiqətən olmursa olmur, zorlamayın ki, bununla münasibətim gedəcək, ay keçəcək, bağlanacaq, il keçəcək, bağlanacaq. Xoşbəxt olmağınız öz əlinizdədir. Hər bir insanın özünə xas, özünün xarakterinə uyğun bir insan çıxır qarşısına. Nə sevilməyən qadın, nə də əsl sevilməyən kişi yoxdur. Sadəcə insan gərək öz tempini tapa. İnciməyin. Ayaqlaşdığınız əsas kişinin sevgisidir. Kişi qadını həqiqətən sevirsə, inanın ki, hər şey bu həyatda mümkündür. Gedib yalağa, yallara, kasıbçılıq mənasında demirəm. Qaşqaldaqlara önəm verməyin. Gördünüz ki, çobuddur, sizə dəyər vermir. Vızqırt eləyin, çıxsın, getsin. Sevgi hədiyyə ilə ölçülmür. Mən pula nəyəsə görə demirəm. Ümumiyyətlə elə pullu oğlanlar var ki, qadına hədiyyə alır, amma sevgi göstərmir. Elə oğlanlar da var ki, kasıbdır, 5 manatlıq alır, amma elə sevgi göstərir ki, milyona dəyər. Söhbət puldan getmir. Psixoloq dədəndir, söhbət edirəm burada. Yəni, özünüzə uyğun bir insan tapacaqsınız. Mən 33 yaşımda dərk eləmişəm ki, sevgi nədir? Nə olsun ailə qurmuşam, nə olsun uşağım var, nə olsun ayrılmışam. Yaş keçdikcə, arxaya baxdıqca görürsən ki, bəzi hisslər bağlılıq olur. Gülməli bir şey yoxdur, xanım. Allah inşallah bütün qadınların başına gətirsin. Barmaq göstərirəm, nəyə gülürsən? Qaşqaldaq. Qaldı ki, kiminsə həyatında kiminsə olmağına, elə qadınlar var ki, 4 il, 5 il bir insanla münasibət olur. Elə bilir ki, o oğlan olmasa onsuz yaşaya bilməyəcək. Amma vədə keçir, vaxt keçir, elə bir insan çıxır ki, qarşısına. Başa düşür ki, o bağlılığı imiş, sevgi bu imiş. Yəni, sevginin müddəti yoxdur, onu demək istəyirəm. Elə insanlar var ki, bir ayın içində bir görünüşdə sevir. Elə insanlar var ki, illərlə danışır, sevə də bilmir. Sadəcə bağlılıqdır, bir müddətdən də sonra çıxıb gedir. Yəni, sevgi onu demək istəyirəm ki, hər adama ürəyinizi verməyin, sizə dəyər verənə verin və sizin öz dəyər verdiyiniz insana. Zorlamada bacı, görsən çobuddur, dəyər vermir, diqqət göstərmir, vızqırd elə getsin. Məsələn, oğlan pul olmaya bilər. Cüzi bir şey götürürəm. Pul yoxdur. Ola bilər də, hər bir insan ola da bilər, olmaya. Sabah mənim də pulum olmaya bilər, mən hədiyyə ala bilmərəm. O deməkdir, mən qadın xeyirliyəm, mənim sevdiyim insan məni sevməyəcək, yox. Sabah onun da olmaya bilər, almaya da bilər. Həmişə alanda yaxşıdır, almayan da pisdir, yox. Məsələn deyirəm. Fərq bilsiz nədir? 12:00-da bir insanın sənə yapmacıq yox, ürəkdən dediyi, ürəkdən təbriki. Bu var ha, bu mənəviyyatdır, bu maddiyyatdan da önəmli bir şeydir. Niyə? Bax, bir oğlan bir qadına maşın alıb verə bilər. Məsələn, onu elə təqdim eləyə bilər ki, yəni əfər də, yəni göstərirsin, yəni ətrafı geniş ola bilər. Kişilər var ki, ətrafları genişdir, oğlanlar oğlanlarla rəqabət aparır. Elə kişilər var, pulları var, amma küçədə saxladıqları da var. Ətrafları genişdir, deyirsən saxladığına nə aldım, o deyirsən saxladığına nə aldım, bu deyirsən saxla. O deyir ki, o saxladığına 5.000'lik alıbsa, mən də 7.000'lik alaram, mən hansından əksiyəm. Yəni, demək istəyirəm ki, maddiyyat önəmli deyil. Bir oğlan sənə bahalı hədiyyə alırsa, o demək deyil, səni dəhşət sevir. Və yaxud ucuz hədiyyə alırsa, o demək deyil ki, səni sevmir. Başa düşdünüz? Onu demək istəyirəm. Yəni, heç vaxtı kimlərinsə həyatına baxıb ağzınızın suyuna axıtmayın. Əsas sevgi buradan gəlir. Kalpdən, ürəkdən, istəkdən. Başa düşüyor oraya. Yəni, o görkəmə, vida fasona baxıb heç vaxt aldanmayın. Bahalı hədiyyə alıb demirəm, sevmir. Sevənlər də var, amma o qədər küçədəki qadınlara da, dəyər dəyməz qadınlara da eləyənlər var ki, o demək deyil ki, yəni sevir. Aldanmayın elə şeylərə. Valla,
Kim ağıl verir? Söhbət edirəm, ağıl vermirəm. Ağıl versən, bura dəlixana olar. Qızlar var da, sevgilisi kasıbdır, alır məsəl üçün 20 manatlıq, əsas düşüncədir. Padruqası var ki, onun sevgilisi alır məsəl üçün 1000 manatlıq. İstər-istəməz ürəyində pis olur da, imrənir ki, ayda mənim ondan nə yemək istəyirdi. Yəni demək istəyirəm ki, elə şeylərə əhəmiyyət verməyin qızlar. Əsas diqqətdir. Diqqətdir, bəli. Yaxşıdadır. Az paxıl içi qurtlamış Nuray. Evdə qalasan, yarım yasan, kolla putulkası Nuray. Onun bunun həyatına baxıb həsrət aparasan. Allah əlindəkini də əlindən alsın, ay Nuray. Zarina çox sağ ol. Gələn bu vaxtı tək keçirdəsən Nuray, bəyquş kimi. Bəşi yoldaşım uzaqdırsa necə? Əsl sevgili odur da. Uzaqdan sənə hiss elətdirmək. Bədənlər bir olmasa da ruhlar eynidir. Elə sevgi odur da əsl. Toxunmadan sevmək, uzaqdan sevmək. Daşın başına düşsün. Yanaşı sevməyə nə var ki? Alım oturub yerinə. Qızıva söyürlər. Boş ver. Tərbiyələr ora qədərdir. Bu niyə oxşuyur? Hə. Bu artıq yazanlar bilsiz kimdir? Ərin yanında oturub onu bunu fikirləşənlər. Kaş buna getməzdim. Bu daha simpatiklidir. Ərimdən də yaxşı şeylər bacarır. Kaş getməzdim, qızıb tez getdim. Buna gedərdim. Neyniyim indi, necə boşanım? Ərimin göstərdiyi performansdan da yaxşı performanslar göstərir. Qızı baxı, doyuzdura bilmir, neynəsin? Yeməklə nə aşkım? Yazıq kartoşkadan, soğandan alıb verir. Doymur, başa düşürsən. Öylələrdir, bax, çatda hürənlər. Özündən danışır. Mən pox yiyərəm. Ben niyə yandım? Söhbət edirəm ərinə xəyanət edənlərdən. Niyə çatdı özü birizə verirsən? Ərvə xəyanət edirsən aşkım. Elə bir üzvə şillə kimi vurdum sözü. Camaat gülür, sən yandın. Bu qədər millətin içində niyə reaksiya verdin ki, bacı? Mən nə dedim ki? Ərvə xəyanət edirsən? Başqaları niyə yanmadı? Qurban olum. Özvə ilə bir söz üzvə yapışdırdım. Sən Allah niyə tərk elədik sən? Mən nə dedim ay qızlar? At çəkdim. At çəkdim. Niyə yandın ki aşkım? Söhbət edirəm də. Altın vurdu nə yetim. Söhbət edirəm deyirsən kimi. Nə dedim ki? Düz deyirəm dana. Tək xəyanət edən kişilər deyir ki, qadınlar da eləyir də əksəriyyəti. İndi qadınlar kişiləri keçib. Ona görə də yaxşı qızların bəxti yoxdur. Kişilər inanıb qızlarla ailə qurmaq istəmir. Qorxurlar, gözləri qorxur. Camaat deyləsin, qorxur. Pomidor yiyir. Nə olsun ki, pomidor yiyəndə? Çox sağ olun hədiyələr üçün. Pomidor yiyəndə nə olur ki, xanım? Ürəyim istəyir yiyirəm. Sənə nə? Ay bacı. Bu. Arzuya söz atır. Arzu nə əlaqə? Bir dənə evli bəyəm arzudur bu həyatda. Bunu da bortlardan bulan başı işləmdir. Bunlar da oradan çatmır. Bunlar da. Söz danışmayaq da indi ay xanım. Sözüm var ki, arzuya de bacı. Bura qaçışdırma bizi, xahiş edirəm. Mən şam tutmamışam, yalan deyərəm. Düşü. Dərdin arzudur. Hə, fikrindir, onun fikrindən yatanmıram. Doğrudan baş çatmır az bu bəzilərinin. Doğrudan
Görürəm nə yiyib, nə içirsiniz bəziləri. Satmır həqiqi başınıza. Olsa vurun. Sən də dərdin mənəm. Əri var, paxıllıq eləyirlər. Əri olana bəyəm paxıllıq eləyirlər. Birinci dəfə də iştirəm. Elnura çox sağ ol. Ay qız, yoluq eşitirsən məni. Mən TikToka 2019-dan gəlmişəm. Xəyanət, qadın, kişi, qaynana söhbətlərində 2019-dan eləyirəm. İndi ağzımızı atmayaq ki, TikTokda filan kəslər var. Ged işinlə məşğul ol, ay qız. Az ara qatanlıq elə burada. Dümsük. Vilka yox da. Neylə Vilka? Az mən belə yiyirəm. Je n'ai pas s'il vous plaît. Soğan yiyin qızlar. Soğan yiyən qızlar laf çox sevilir. Soğan yiyəndə qadın daha çox sevilir. Kişilər özünü normal aparan, sadə aparan qızları daha çox sevir. Soğan yiyin qızlar. Mıymı eləyən qızları sevmirlər. Özünüz olun. Baxın. Onsuz da iyilənirsən də. Aşkım, mən sənin üçün bütün günü zanit deyiləm. Soğan da yiyərəm, sarımsaq da yiyərəm. Mən nə olsun ki, boşanmışam. Qız uşağı kimi bir şeyəm canım. Ay, dişim. Sağ ol. Soğan niyə yemirəm ki? Qəribə insanlardılar bunlar. Evli kişilərin qucağında oturanlara bax, yanırlar feyqlə. Yanın, cızaqlı çıxdı. Sözüm sizə necə deyildi? Yanın partlayın. Evli kişilərin qucağında oturanlar. Evli kişilərin qucağında oturanlar. Sevgilisi evli olub, evində oturub, özün qız uşağı kimi canlı yayında paranlar. Ölün. Yanın. Partlayın. Aylin Hanım, bugün Aylin'i gəzməyə aparacağım, sevgililər günüdür. O da axotum olsa. Oh. Ay bacı, neynəmirəm mən boşanmışam bacı? Nə olar ki boşananda bacı? Boşananda kişilər gedir kef çəkir, qadınlar niyə çəkməməlidir ki? Sevgilim də ola bilər, həyatımı da yaşaya bilərəm, yaxşı da eləyirəm, zor da eləyirəm, əcəb də eləyirəm, həyata bir dəfə gəlirəm, bugün sabah qocalacağam, niyə də eləmirəm, əcəb eləyirəm, cəmaat hər dolu eləyir, subay qadınam, neynəməliyəm ay bacı, başa düşmədim ay qurban olduğum, bilmirəm cəhənnəmə düşəcəm, cənnətə düşəcəm, qurda quşa qismət olacam, yağılmayacam, sana ne? Ay qızlar, ona buna lağ eləyənlər var ha, kontaktımızın 90 dənə adam varsa 80'i kişidir. Yarısını yazmışsınız qız adı ilə. Az sevgililərinizlə görüşəndə telefonu ağzı üstə qoyursunuz ya da bu nömrə başqa nömrəyə daxil olub sözü qoyursunuz. Gedin işinizlə məşğul olun da nə olar? Çaşıb amilə, famil deyirsiniz. Mənə gələndə elə qriyyətə gəlirsiniz ki, belə ətmi tökürsünüz. Elə bir siz oğlanla meçiddə görüşürsünüz, biz klubda ay bacı. Az qalıram tövbə eləyim hər şeyə. Qur'ana and olsa bilən bu açıb çöldə qoyanlar mənəm ya arada. Bu ya Allah. Sobie furam ya.
Mən pis baxmıram. Niyə pis baxıram ki? Məsələn, Amil gəlir bir dənə Leylanı sevir. Leyla ilə danışır. Axırda başı çönür, istəmir, Leylanı atır. Leyla da qız uşağıdır da. Neynəməlidir? Üstündən 3-4 ay keçəndən sonra məcburdur kimdənsə danışa. Qızdır da, quşaqlıdır, kiməsə inanacaq. İndi Leyla tərbiyəsiz oldu. Nə qarmalıdır ki? İndi 9 il Santa Barbara kimi serial çəkib 1-ci sinifdən 9-cu sinifə qədər danışırsınız deyə. Oturub indi cəmaatın qızına yandığında verməlisiniz. İndi səndəki yarı evdə 9 ildir danışırsan, bəxtə ver. İmkan bu indi yarım evdən bunun qabağına çıxan kişi deyil, nə qarsan? Arada TikTok'da paylaşırlar. 9 ilim, 10 ilim, 20 ilim, 60 ilim, 5 ilim, 6 ilim, 15 ilim. Üf. Yarım yanında yarımır da adam. Nə qarşı nə? Düzdür, mənim də xoşum gəlir elə sevgilərdən. İndi hamı da alınmır da. İndi o qız başqasından danışır demək deyir ki, pozğundur bacı. Nə var mı da? Hə. Mənim bir dənə sinif yoldaşım vardı. 6 ildir paralel grup bir dənə oğlandan sevgili idi də. Yəni 9-cu sinif, o başqa sinif, bu başqa sinif. Ay bacı, inanırsan ki, ilin 6 ay küslüydülər. Danışan vaxtlarda elə danışırlar, danışmasalar ondan yaxşı yəni. Ona görə 5-6 il gedir də bunların münasibəti. Az danışırlar. İlin 1 ili küsürlər, 2 ili barışırlar. Nə var az elə sevgi aparmağa? Duxun çatır, hər gün danışır. Baxıram, mənə 1-2 dənə videolar var, onun altına etiketdirlər ki, Ləmana baxınca belə qaynana istəyən qızlara baxın. Ləman itdir, qaynana qədri bilmir. Çox sağ ol. Ay Allah, necə güzel. Çox sağ ol. Bu mənim yəqin sevgililər günü hədiyyəmdir. Çox sağ olun. Hə, bu sözü yadınızda bir dəfə saxlayın ki, qonaq 1-ci gün qızıl, 2-ci gün gümüş, 3-cü gün sürüş. Aşığın səsi qıraqdan mənim də qaynanam ildə bir dəfə gəlsə. Dəli Zibeydə kimi düşərəm, buradan atlanaram, oradan qucağına. Mənim də qaynanam ildə bir dəfə gəlsə, şam tutaram qaynanama. Daha hər gün ağzımın içə girməsə. Kimin qaynanası ildə bir dəfə gəlməsə, eləməz ki. Sizinkilər də ildə bir dəfə gəlsə, sevin. Bu ağzı istəyirdi olanlar, Ləmanın daşı düşsün başınızın düz ortasına. Allah bütün qadınları xoşbəxt eləsin. Məni niyə pis edirsiniz ki hər yerdə? Mən nə qarmışam az sizə? Get bütün günü gir qaynana ilə qal görüm qala bilərsən. Mənim bir dənə sinif yoldaşım var idi. Mənə deyirdi, nə oldu? Qaynananla yola getmədin, nə bilinə. Sətir altı mənə gülə-gülə çox söz atırdı. Mən də qız vaxtı o qədər evdə tək qalmışam ki, deyirdim, ay Allah. Bu çörək haqqı. Mən elə yer qismət elə ki, baldızım olsun, qaynım olsun, qaynanam olsun, evdə çoxluq olsun. Bəyquş kimi oturmaqdan yorulmuşdum da, anam işdən gəlməyi gözləyə. Mən çoxluq istəyirəm də, çoxluq. Getdim, dedim, Allah, sən qurban alım, məni tərk elə, mən tək qalmaq istəyirəm. Fərqi yoxdur, mən olmayayım, başqaları olsun. Evin içində ev olmur, aşkım. O demək deyil, sənə nəsə alınmır da, alınmır. Yəni alınmır, bir evin içi alınmır. Valla, hamı ildə bir dəfə görüşəndə hər şey xoşbəxtçilik olur. İnanın Allaha. Valla. Gedin hər gün bir evdə qalın, istər istəməz qızlar. İstər istəməz. Valla. Hər söz söhbət olacaq. Evdə anavızla söz söhbət olmur. O qədər olur ki. Qəribə insanlar sizi, valla. Hər yerdə məni etiketdirlər. Hər yerdə məni etiketdirlər. Mənə niyə elə edirsiniz? Mən nə qarmışam ki sizə? Nə qarırım ki, mən yazıq. Öyle pis oldum ki, dedim, mən nə qardım az. Bulan daşım düşdü bulan başına. Mən qadın düşməni deyiləm ya. Mən hər bir qadını xoşbəxt görəndə sevinirəm pislərdən başqa. Allah hamını xoşbəxt eləsin. Hər kəsi xoşbəxt eləsin. Hamını yarıtsın. Valla. Arada baxıram,
Götürürlər cəmaatın, mənim, onun, bunun köhnə videolarını qoyurlar. Şəxsən mən özüm girib o videoların altına yazıram ki, bunu paylaşanlara ayıb olsun. Özləri yarım yanlarda cəmaatın paxıllığını çəkirlər. Mən yazıq, mənim bəxtim yoxdur, bacı. Mən istəyirəm ki, hər bir qadın xoşbəxt olsun, hər bir qadın ailə qursun, xoşbəxt olsun. Mənim gözümün düşməni qadını bədbəxt edən kişilərdir. Vəsə, başqa kimsə deyil. Valla. Elə pislərin əksəriyyəti xoşbəxt olur. Bəli. Mən kim olur olsun, mən qadın ailə qrupsa, xoşbəxtsə, səhvi belə olsa, mən ev dağıdan insana ən həyatda belə axırıncı insan kimi baxıram. Bilirsiniz niyə? Çünki bir qadın evlənib ailə qurursa, o qadın ərinə, yoldaşına xəyanət eləmirsə, qız vaxtı kim nə edir özü bilər. Kiminsə evini dağıtmaq ən böyük günahdır. Onun babalığını heç kəs daşıya bilməz. Kim nədir özünə özü bilər. Mənim yanımda görsəm də belə mən onu heç vaxt demərəm. Çünki onun babalığını daşıya bilmərəm. Vallahi günahdır. Az nə bilim hansındandır, karpazatdır, qızıma gələn almışam. Saçımın rəngi nasıl? Niyə ay bacı? Nə olub saçımın rəngi? Bu da saretka saxlamır, daş başına. Kasıb ərə getmərsən. Getdiyim milyarder idi xanım. Oturanda pul qoyurduq, duranda pul qoyurduq. Elə qəribə danışırsan ki, kasıbın bura nə adiyyatı var? Giş-giş danışırsan, sənəli qırılsın. Milyardere getmişim mən. Adamı delirtiyorlar ya. İnsanı çileden çıkarıyorlar, gerizekalı. Şu tükümeleri biraz kısaldı yemeğe olmadı. Yani böyle biraz salma aşağı. Ayıptı kız uşağıya. Bugün sabah ərə gedərəm, elçi gələrlər, yağırçı. Peki kimsə. Ərə gedərəm deyəndə bunların bəzilərinin ürəyi partlayır. Bir gün də gördünüz, bacımız ərə getdi, doğdu. Ay Allah, istəyirəm bu dəfə doğsam, əkiz doğum ay qızda. Ay Allah, neyniyim ay bacı mən? Nağayrım, qoy bunları biraz yandırımda, yalanladılar deyən, təzə gələnlər oyun oynayacaq. Az hə. Ay Allah, inanırsınız, təzə qaynanam da deyir ki, necə yaxşı qızsan, heç canlıdakı kimi deyilsən, sadəsən, nə bilim, nəsən, osan, busan. Az nə bilim, ey bacıyı. Az hə, hə. Vallahi o qədər çox istəyir ki, məni bütün günü zəng eləyir, neyinirsən, hardasan. Bir gün zəng eləməyəndə deyir, niyə zəng eləməmsən, niyə mənlə danışmamısan bugün, təzə qaynanamla danışıram. Az hə. Hə, təzə qaynanam qızlar. Onu görüm 100 yaşasın, milyon yaşasın, Allah onun mənə yoxluğunu yaşatmasın. Mənim ömrümdən alsın, ona versin. İndi bu qaydayla paylaşsanız o qədər ağzına gələn yazacaqlar mənə. Gülə. Gülə. Kalpasam qutardı. Deyir 14 fevralda sevgilisine, arvadına rasxod edən kişilər Mart ayında milyoner olacaqlar. Bəli. Hədiyyənin qiyməti 3000-dən, 2000-dən yuxarı, 1000-dən aşağı olmamalıdır. Həmin o kişilər ilk təqdiri ilahi tərəfindən və verilən bir gülməyinə düz deyirəm. Təqdirdə Martın 1-dən ən xoşbəxt kişilər olacaqlar. Bütün işləri düzələcək. Pul üstünə pul, pul üstünə pul, pul üstünə pul, pul üstünə pul, pul üstünə pul. Bu bir həqdir və bir haqdır.
qadınlarımıza 3000-dən yuxarı, 1000-dən aşağı hədiyyə almayan kişilər bu il dünyanın ən xoşbəxt kişiləri olacaqlar. İlin axırına qədər pulla oynayacaqlar. Bəli, vay o kişilərin halına ki, 2-3 dənə sevgilisinə birdən hədiyyə alıb, evindəkinə ucuz hədiyyə alar. O kişilərin başına çox böyük qiyamətlər, fəlakətlər, fəlakət üstünə fəlakətlər gələcək. Xəbəriniz olsun. Bir gün ərzində qadın ev yığışdırmamalıdır. Bir gün ərzində qadın kişiyə gətirib yemək verməməlidir, çay verməməlidir, yemək pişirməməlidir. Həmin o günü qadının əli ağdan qarıya dəyməməlidir. O kişilər mart ayının birindən ən xoşbəxt kişilər olacaq. Yox, arvadları 14 fevral günü iş görəcəksə, o kişilər ilin axırına kimi yoxluq, pislik, şər, böhtan içində keçəcək. Bəli, mənim əzizlərim. Bihəqdir və bihaqdır. Bilirsiniz ki, məndə səhv söz yoxdur. Mən düzgün danışan bir insan olduğuma görə. Kişilər, hal-hazırda arvadlarınız iş görürsə, alın əlindən əskini, özünüz silin stolun üstünü. Paltar ütülürsə, alın əlindən. Hal-hazırda canlıya baxanlar. Görəcəksiniz, işlərimiz yavaş-yavaş qaydasına düşəcək. Bəli, bəli. Bəs Siday, arvadlarımız onun bunun əlinə baxdı. Dedim, bugün olar. Ət çəkə-çəkə qızlar, bugün sevgililər gündür, nə olsun ərdəsiz, bəzənin, düzənin, geyinin, keçinin. Kişiyə bir görüntülü yığın, şəkilzad atın ki, bir ev əli boş gəlməsin, qurban olun, utansın, xəcalət çəksin. Boğmuş kimi çıxma kişinin qabağına, sənə and verirəm Allahın birliyinə. Az indi finti kuruşlar yarır, bilmirsiniz bacı. Quran and olsun finti kuruşlar yarır, daşın düşsün başınıza. Bəs siz ana çıxart dana da, bekar deyil. Özvə yatırım elə bacı. Mənimki 0-0'da aldı. Nə aldı? Sağ ol, aldı. Bugün qarnım doymur, ruhum deyir kişinə. Daş. Tam tərbiyəsizdir. Ona layiqsən ki, onu alıb da bacı. Təpə-təpə kullan. Tərbiyə yoxdur da, mən neyim? Burada canlının paylaşı. Aspalina zadasında arada nə olar? Bir sevgililer gündür, nə olar ki? Güzel bir günlük sevgilimiz olanda nə olar? Mişka gümüş dəsti. Bay! Bəh, bəh. Hə, mübarəkdir aşkım. Sən nə aldın? Sən nə aldın? Kasıb uşaqdır da, büdcəsinə uyğun alıb, nə almalım? Nə? Qızın səndən nə örnək alacaq? Qızın məndən nə örnək almalıdır? Elə ziyalı ailələrdən narkomanlar, boğmuşlar, oğurcular, ələyrilər, bunun arvadına sataşanlar çıxır ki, bəyəm tərbiyə ailə ilə ölçülür, ay düşün. Səfiyin biri, səfiy. Qışında məşğul öbürdən qızın səndən nə örnəyə götürəcək? Səninci nə aldım? Mənimki 15 istirdim, 15 aldı qızlar. Pro Max. Dörd dənə də şir atlar. Ne olursun? Şey. Neyi gösterdim? Şiri. 15'i gösterdim 9 aldım.
Maşallah imkanlıdır. İnan imkanlı değil. Ürəyi imkanlıdır. İmkanlı zat değil valla. İmkanlı. Her gün atmıyor ha. Kasıb uşaq ürəyi vardır. Sevir dana ağarsın. Hə, ərə getmişəm canım. Vallahi yaz. Quran haqqı. Elə böyük imkanı yoxdur. Sadəcə qəlbi zəngindir. Uşaqdır. İstəmir ki, mən kiminsə yanında qalım, pis belə qalım. Mənim keyfim olmayan kimi nəm sevindirməyə çalışırdı uşaq. İmkan zat ürəyi vardı da. Az nereye görürsünüz? Vallahi düz deyirəm. Oy. Sevgililer gününe ne aldı? Ət çəkən maşın. Bir dənə də paltar üstü. Bu ayaqda nə deyirəm alıb? Deyir işlif nə oldu? Ay mama dedim canım, ay kızlar 15 Pro Max aldı. Bir dənə də 4 dənə də şir attı. Hele bile yüngül bari. Deyirəm dana nə aldı? Dolamısınız məni? Eşref var ki. Sordum bulan bəzilərin başında çatmır. Quran onda olsun. O deyir size sevgilisini göstermeyenlerin əksəriyyəti sevgilisi evlidir diye göstermir. İndi bu bəzi kişilər də arvadlarını göstermir. Evli də arvadları. Evli də arvadları.